Son zamanlarda çox sayda vətəndaşlar tərəfindən bu kimi suallar səslənir ki, çox hallarda respublikada bölgələrdə yaranılmış və yaşanılan problemlərdən ölkə başçısı cənab İlham Əliyev xəbərsiz olur. Bunun yolu varmı ki, respublikada yaşanılan problemlərdən möhtərəm prezident cənab İlham Əliyev tam olaraq xəbərdar olsun. Bizlər də bu məsələ ilə bağlı istədik ki, Qazax rayon əlillər cəmiyyətinin sədri və Heydərçi Rafiq Akifoğlu'nun fikirlərini öyrənək. Salam əziz və dəyərli izləyicilər, dəyərli dostlar, dəyərli bəylər və xanımlar. Hər birinizi Allahın müqəddəs və pak salamı ilə salamlayaraq xoş gördüm. Bugünkü çıxışım bir məsələ ilə əlaqədar olaraqdır. Bu məsələdir ki, son zamanlardır çox sayda vətəndaşlar tərəfindən mənə bu kimi suallar ünvanlanır və o suallar üçün respublikada və bölgələrdə yaranılmış və yaşanılan problemlərdən çox hallarda ölkə başçısı möhtərəm prezident İlham Əliyev cənabı xəbərsizdir və bunun həlli yolunu necə tapmaq olar? Aydın məsələdir ki, mən də Heydər Əliyev hakimiyyətinin müdafiəkar heydərçisi olaraq bu kimi suallar çoxluq təşkil etdiyi üçün və eyni məzmunlu suallar olduğu səbəbdən münasibət bildirməyə bilməzdim. Mən əvvəla vətəndaşların nəzərinə diqqətini çatdırmaq istərdim ki, istər ölkə başçısı olsun, istər hər hansısa aparatın naziri olan şəxs olsun, istər hər hansısa bir müəssisə və təşkilat rəhbəri olsun. Aydın məsələdir ki, ölkə başçısı hər bir insan kimi, necə deyərlər, Allahın yaratdığı da quludur. Və o da məlumdur ki, dövləti, hakimiyyəti, dövlətin xarici və daxili siyasətini aparmaq heç də belə hasat iş deyil. Və ölkə başçısı möhtərəm prezident İlham Əliyev cənabının da özünə məxsus bir işinin gərgin və çətinlik tərəfləri də var. Hər hansısa bir yaranılmış və yaşanılan problemləri və problemlərdən möhtərəm prezidentin xəbərsiz olmağı da heç də belə qəbahət deyil. Yəni ki, insandır. Hər hansı bir məsələdən ölkə başçısının xəbəri ola da bilər və olmaya da bilər. Ya olmadığı halda da yenə deyirəm, bu qəbahət bilmək olmaz, qəbahət hesab etmək olmaz. Ölkə başçısı da deyəndə ki, ölkə başçısına da aidiyyəti üzrə rəhbər olan şəxslər tərəfindən aydın məsələdir ki, təkliflər verilməlidir, məlumatlar verilməlidir. Lazımı olan hansı ki, yaranılmış və yaşanılan, həlli tapılmamış problemlər varsa, həmən problemləri müzakirəyə qoyulmalıdır və s. axır. Və onu da vətəndaşlarımızın diqqət mərkəzinə çatdırmaq istərdim ki, əgər hər hansısa problemdən möhtərəm prezident, xalqımızın, dövlətimizin əziz, sevimli prezidentimiz İlham Əliyev cənabından xəbəri olunduğu halda mümküniyyəti yoxdur ki, həmən problem öz həllini tapmasın və tapa bilməsin. Bu mümküniyyəti olmayan bir məsələdir. Və məsələnin mahiyyətinə belə gəlincə, mən hesab edirəm ki, möhtərəm prezidentin respublikada və bölgələrdə hər hansısa yaşanılan və yaranılan və problemlərdən tam olaraq məlumatı xəbəri olmağı üçün
onun əlbəttə ki, çıxış yolu var. Və çıxış yolunu mən belə hesab edirəm ki, Respublikanın hər bir şəhər və rayonların mərkəzində müşahidə kameraları, böyük həcmdə monitorlar yerləşdirilərək və həmin görüntü birbaşa möhtərəm prezidentin ön hissəsində böyük monitorda qurlaşdırılsın və qurlaşdırılmalıdır ki, böyük həcmli monitorun içərisində hər bir rayonların kiçik ölçüdə müşahidə kamerası təmin olunaraq, onda o zaman hansısa şəhərdə və rayonda bir problem yaranarsa da vətəndaş öz etirazını bildirdiyi halda aydın məsələdir ki, ölkə başçısında məlumatı olaraq yaranılmış və yaşanılan problem dərhal aradan qaldırılacaqdır. Mən bunun həlli yolunu belə görürəm. O da qaldı ki, səhv etmirəmsə, Azərbaycanın da 72 ya 73 rayonu var. 73 rayonu da öncə qeyd etdiyim kimi böyük həcmli bir monitorun içərisində müşahidə kamerasını yerləşdirmək tam olaraq mümkündür. Yəni bu kimi proses həyata keçirilsə, təbii ki, hər bir idarə etmə strukturunda həm peşəkarlıq, məsuliyyət, vətəndaşa diqqət və qayğı kampaniyası genişlənərək öz yerini tapar. Hesab edirəm ki, fikirlərimi çatdıra bildim. Mən özüm tərəfdən sözü gedən məsələyə həlli yolunu mən bu formada görərək hesab edirəm. Vaxt ayırıb dinlədiyiniz üçün hər bir şəxsə dərin təşəkkürümü bildirirəm. Dəyərli izləyicilər, gördüyünüz kimi Rafiq Akifoğlu'nun təklif və fikirlərini dinlədik. Rafiq Akifoğlu'nun qeyd etdiyi kimi Respublikanın hər bir bölgələrində, şəhərin mərkəzində böyük həcmli monitorlarda müşahidə kameraları qurlaşdırılıb ölkə başçısı cənab İlham Əliyevə şəxsən tam nəzarətinə verilsə, hesab edirik ki, Respublikada yaşanılan problemlərdən cənab İlham Əliyev xəbərdar olacaqdır. Bizlər də Rafiq Akifoğlu'na təşəkkürlər edirik ki, sözü gedən məsələyə münasibət bildirdi. Kanala abunə olub bəyənin ki, hər bir yayımlardan xəbərdar olasınız Qrəc TV.